bir çoxlarımızda çiyində ağrılar var. Əsasən də bu sinə hərəkətlərinin işləyəndən sonra olur, xüsusən də bench pressdə. Bunun müxtəlif səbəbləri var. İndi bu səbəbləri araşdıracağıq sizdən. İlk əsas səbəb texnika problemi. Bench pressi işləyən zaman texnika bu şəkildə olmalı. Ştangı götürürük. Bu zaman lapatkalarımızı birləşdiririk. Lapatka birləşdi, artıq avtomatik çiyinlər hərəkətdə çiyinlərin aktivliyi azalır və naqruska promos sinəyə düşür və bu şəkildə işləmiş olur. Çiyinlərdən o naqruska minimallaşır. Amma belə bir moment da var ki, hər bir insanda bu lapatkalarda olan mobillik olmur. Yəni birimizdə məsələn tam şəkildə bu birləşirsə, yəni insan var ki, bunu tam birləşdirə bilmir. Bu momentlərdə artıq əsas məqam lapatkaları tam birləşdirə bilməmiş. Yenə də çiyinə aktivliyi qalır. Bu zaman ştangı sizə tam salmır. Bu vəziyyətdə. Çünki tam salan zaman çiyin əzələlərində olan naqruska artmış olur, yəni aşırı. Bu da travmaya səbəb olur. Ona görə də lapatka tam birləşmirsə, ştangı yarımçıq bu şəkildə salırıq, qaldırırıq. Salırıq, qaldırırıq. Sizin ştangı sinəyə tam salmamağınız ola bilər ki, sizin sinə əzələnizin inkişafında 5-10% mənfi təsir göstərə bilər. Amma yəni çiyin ağrısı ilə üzləşib heç sinə işləməməkdənsə, elə onu yarımçıq işləyib bacardığınız qədər yükləməyi daha məsləhətdir.